Yasamal rayonu Mida yaşayış kompleksində 3 otaqlı, tam təmirli və tam əşyalı mənzil ailə olmaq şərti ilə kirayəyə verilir. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində yerləşən 3 saylı Asant xidmətin arxasında təxminən 400-500 metrlik məsafəsində yeni salınmış Mida yaşayış kompleksində 12 mərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 80 kvadrat olan 3 otaqlı, tam təmirli və bununla bərabər tam əşyalı mənzil çox münasib qiymətə ailə olmaq şərti ilə, kiçik uşaqları olmamaq şərti ilə uzun müddətli kirayəyə verilir. Sonda qiyməti deyəcəyim, həqiqətən də çox münasib qiymətdir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Mida yaşayış kompleksində. Yeni inşa olunmuş 12 mərtəbəli binanın 2-ci mərtəbəsində. Ümumi sahəsi 80 kvadrat olan qanuni 3 otaqlı, tam təmirli və bununla bərabər tam əşyalı və qazı, suyu, işığı daimi olan, lifti işlək vəziyyətdə olan, məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olan bir binada yerləşir və həmçinin bu ərazidə təxminən Mida yaşayış kompleksində 9, 10 və 7B nömrəli avtobus xətlərinin də sonuncu dayanacağına çox yaxın bir ərazidə yerləşir. Bu mənzilin aylıq kirayə haqqı əvvəldə də bildirdiyim kimi ailə olmaq şərti ilə uzun müddətli 650 manatdır. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yasamal rayonunun Nizami metro stansiyasının yaxınlığında 5 mərtəbəli binada 2 otaqlı mənzil təcili olaraq satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir, əvvəldə də bildirdiyim kimi, Yasamal rayonunda Nizami metro stansiyasının yaxınlığında 5 mərtəbəli köhnə tikili binanın 5-ci mərtəbəsində ümumi sahəsi 50 kvadrat olan 2 otaqlı, orta təmirli bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Mənzilin qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına və həmçinin əvvəldə də bildirdiyim kimi Nizami metro stansiyasına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Nizami metro stansiyasının yaxınlığında 5 mərtəbəli köhnə tikili binanın 5-ci mərtəbəsində ümumi sahəsi 55 kvadrat olan 2 otaqlı, orta təmirli, yəni yaşayış üçün mümkün olan bir təmirdə mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Bu mənzilin qiyməti 135 min manatdır. Sənədi kubcadır. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına və həmçinin Nizami metro stansiyasına da çox yaxın bir ərazidə yerləşir. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Elə bir mənzil axtarırsınız ki, bu mənzili alandan sonra heç bir təmir elətdirməyəsiniz. Bax, elə həmin mənzil bu mənzildir.
Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsində 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın 9 mərtəbəli Leningrad layihəli binanın 3-cü mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan ideal təmirli bir mənzil təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Binanın qazı, suyu, işığı daimidir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Mənzilin təmiri haqqında, yəni danışsaq vaxt bitər. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram. Bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsində 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın 9 mərtəbəli Leningrad layihəli binanın 3-cü mərtəbəsində. Ümumi sahəsi 60 kvadrat olan ideal təmirli bir mənzildir. Mənzilin qazı, suyu, işığı daimidir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər, əvvəldə də bildirdiyim kimi bu ərazidən keçən bütün avtobus xəttlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Mənzilin sənədi kupcadır, ipotekaya yararlıdır. Qiyməti 169 min manatdır. Bu qiymətə, bu ərazidə ideal təmirli, yəni belə bir mənzil tapmaq qeyri-mümkündür. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Həm bina evi, həm həyət evi ikisi bir yerdə istəyənlər yaxın əyləşin. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Binəqədi rayonunda 9-cu mikrorayon ərazisində Mirzəlal küçəsində 9 mərtəbəli Leningrad layihəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 120 kvadrat olan qanuni 5 otaqlı təmirli, sənədi kupçu olan bir mənzildir ki, təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Mənzilin sənədi kupçu olmaqla bərabər ən üstün səbəblərindən biri də odur ki, mənzilin zirzəmi hissəsi də bu mənzilə aiddir. Həmən hissədə 120 kvadrat 5 otaqlıdır. Tam qurudur, ambar kimi də istifadə etmək olar və yaxud da təmir edib kirayə vermək mümkündür. Mənzilin qarşısında bir sot qapalı özünə aid torpağı var, avtomobil dayanacağı var, yəni bir avtomobillik qarajı mövcuddur, yay mətbəxi mövcuddur. Oturub yayda əyləşməniz üçün hər cürə şərait var. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Binəqədi rayonunda 9-cu mikrorayon ərazisində, Mirzəlal küçəsində, Nəsimi metrosuna, Zərifə Əliyeva parkına 10 dəqiqəlik piyada məsafədə 9 mərtəbəli Leningrad layihəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 120 kvadrat olan qanuni 5 otaqlı mənzildir, sənədi kupçadır, yel çəkəndir, orta blokdur, əlavə olaraq 5 otaq həcmində, yəni 120 kvadratlıq 5 otaqlı ambarı mövcuddur. Yəni binanın zirzəmi hissəsi də mənzilə aiddir. İstəyən ambar kimi istifadə edə bilər, istəyən də təmir edib kirayə verə bilər. Əlavə olaraq bir sot qapalı özünə aid
torpağı var ki, orada da daş qarajı mövcuddur, yay mətbəxi mövcuddur. Bir avtomobillik yeri var, yəni oturub yayda da əyləşə bilərsiniz. Bundan əlavə də bu mənzilin qiyməti 240 min manatdır. Real alıcı olduğu təqdirdə ev sahibi bildirib ki, endirim etmək də mümkündür. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 1435 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.